Bir sualın izahına baxaq. Maraqlıdır ki, qiymətli daş adları qızlara, əksinə olaraq metal adları isə oğlanlara verilir. Cümləsi haqqında səhv fikri müəyyən edin. A variantında deyir ki, baş cümlə ismi xəbərdən ibarətdir. Biz öncə müəyyənləşdirək. Maraqlıdır ki, nə? Mübtədə budaq cümləsidir. Sxem baş əvvəl, budaq sonradır. Baş cümlə ismi xəbərdən ibarətdir. Maraqlıdır. Maraqlıdır xəbəri sifətlə ifadə olunduğu üçün bəli ismi xəbərdən ibarətdir. Bu doğru fikirdir. Sxem gördüyümüz kimi doğru fikirdir. Budaq cümləsi şəxsi cümlədir. Baxırıq, verilir nə daş adları mübtədası var, nə metal adları. Və nəticədə gördüyümüz kimi bu şəxsi cümlə deyil, müəyyən şəxsi cümlədir. D variantına deyir ki, ki bağlacısı ilə bağlanmışdır. Doğrudur, ki bağlacısı ilə bağlanıb. Budaq cümlənin xəbəri feilin məhcul növündədir. Bəli, verilir, feilin məhcul növündədir. Bu da doğru fikirdir. Bu səbəbdən də doğru cavabımız olacaq C variantı.